Mingəçevir Dövlət Rəsm Qalereyasında şəhidin yaradıcılıq sərgisi təşkil olunub. Əllərin sehri 44 günlük Vətən müharibəsinin şəhidi Fuad Şöhrətoğlu Xan Kişiyevin yaradıcılığına həsr olunub. O, 12 aprel 1996-cı ildə Mingəçevir şəhərində anadan olub. 24 yaşlı Fuad Xan Kişiyev daşaltı əməliyyatı döyüşlərində şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Fuad yaxşı idmançı olmaqla yanaşı, əl işləri ilə də seçilib. Həqiqi hərbi xidmətindən sonra dizayner işi üzrə çalışıb. Şəhidin yaradıcılığına həsr olunan sərgidə Mingəçevir şəhər icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib. Qaleriyanın direktoru böyük kişi Adilbəyli Fuadın yaradıcılığından söz açaraq, onun qeyri-adi bacarıqlı bir gənc olduğunu deyib. Fuad daşlar üzərində böyük bir poema yaradırdı. Şəhidin yaradıcılıq sərgisində çıxış edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri şəhidlik zirvəsinə ucalan Fuadın qəhrəmanlığından söz açıb. Daha sonra şəhidin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Mingəçevir Dövlət Rəsm Qalereyasında təşkil edilən sərgidə şəhid Fuad Xan Kişiyevin 100-ə yaxın əl işi nümayiş etdirilir. Sərgi bir ay davam edəcək. Mən burada Fuadımın şəhid olandan sonra yığdığım işləri də, onun əl işləri də evdə həmişə özü üçün işləyirdi. Sonra obyektlərdə gedib oradan hamısının şəkillərini çəkmişik. Yəni şəhid olandan sonra biz hamısını bunu təşkil eləmişik. Mən istəyərdim ki, Fuadımı tanıtmaqdan ötürü, yəni onun necə qabiliyyətli oğlu olduğunu, necə əl qabiliyyəti, həm Fuadım idmançı olubdu, həm incəsənətə meyilli olubdu. Elvin Qudrətov, Rahim İbrahimoğlu, Bugün İnformasiya proqramı üçün.